Öncelikle hər birinizə salam, xoş gördük. İlk dəfə ki, belə video səsləndirirəm. Yəni səhvim falan olsa üzr istəyirəm. Burada deməli çay içirəm. Çayın keyfini çıxardıram. Sos bişirdiyim üçün ilk öncə soğanı falan qovururam. Ətin qaynatdıqdan sonra həmən qazanda, yəni həmən qazanı yuyuruq. Ondan sonra soğan falan onun içine qovururuq. Sonra soğan dağılandan sonra onun içine tomat vururuq, suyunu tökürük. Kartoşkasını, ətini tökürük. Duzunu, istiotunu falan vururam. Burada qarışdırıram gördüyünüz kimi. Gəlib baxıram görüm pişib yoxsa yox. Hələ də pişməyibdi. Bizdə plastik olduğu üçün biraz geç pişir. Amma nəhayət ki pişdi. Burada hələ də qarışdırıram. Burada cöyərtləri ıslağa qoymuşdum. 1 saat falan qalmışdı ıslaqda. Ondan sonra götürdüm. İçinə çiçəklər yəqin ki görürsünüz. Təzə ilə belə əlimə dəstəyib. Ondan sonra 3-4 dəfə yudum. Burada doğrayıram. Görsədəm ki, yəni doğrayıram. Burada doğradım gördüyünüz kimi. Yemək pişir. Mən də cöyərtləri yeməyin içine atdım. Burada qarışdıracağım kimi hiss edirəm. Burada baxıram ki, əlim batıbdı. Burada da qarışdırıram. Deyirəm bəh 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 bəh. Biraz haqqımıza hal edindən. Orada da qazanın böyründə göyərti var, onu götürəcəm indi. Sağ olun, salamat qalın.